Öncə izləyicilərə salamlayıram və bizə ən çox yönləndirən suallardan biri haqda istərdim məlumat verin ki, zəhərli zob əməliyyatı niyə təhlükəlidir? Və zəhərli zob əməliyyatı niyə təhlükəlidir? İstərdim mexanizmi haqqında qısaca olsa sizi məlumatlandırım. Çünki zəhərli zob nə deyən bir şeydir? Qafamarı və çox çalışır və qana daha çox hormon ifraz edir və bunlar orqanizmdə maddənin mübadiləsini, ürək döyülməni və ya digər deyək ki, orqanlara da öz təsirini göstərir. Məhz buna görə də bu xəstələrdə hormon yüksək olduğundan bu şəkildə əməliyyata götürmək təhlükəlidir və xəstələrin həyatı üçün təhlükəlidir. Mütləq hormonlar normaya salınmalıdır. Hormonlar normaya salındıqdan sonra da qafamarı vəz hormonları və ondan sonra əməliyyat qərarı verilməlidir. Bəzi hallarda olur ki, hormonlar bir aya yox, məsələn 2 aya, 3 aya normaya salınır, amma yenə də əməliyyata göstəriş həkimlərin bircə konsiliumu əsasında verilir. Çünki burada hansı hallarda bəs biz zəhərli zobu əməliyyat edirik? Birinci növbədə qafamarı vəzin həcmi böyükdürsə, 40 sm böyükdürsə, aparılan müalicədə effekt vermirsə, dənon müalicəsi aparılır, amma dənon müalicəsinə baxmayaraq hormonları tam normal səviyyədə saxlamaq qeyri-mümkündür və xəstədə ürək əməliyyatları əmələ gəlirsə, bu şəkildə mütləq hormonlardır, digər problemlər həll olunur, ondan sonra əməliyyat qərarı verilir və əməliyyatda bəzi hallarda olur ki, bizim təcrübəmizdə də rast gəlirik. Xəstənin hormonları normaya düşmədikdə, o zaman plazmafarez müalicəsi ilə başlayır. Qanda plazmada olan hormonları kənara atılır, plazmafarez üsulu vasitəsilə və ondan sonra əməliyyata götürülür. Və əməliyyat isə mütləq zəhərli zobları mütləq steril cihazı, monitor istifadə olunmalıdır. Çünki bu xəstələrdə əməliyyat zamanı qayıdan qırtlaq silinə toxunma ehtimalımız yüksək olur. Həm də zəhərli zob əməliyyatları mütləq təcrübəli olan mərkəzlərdə, bilavasitə endokrin mərkəzlərdə icra olunması daha məqsədə uyğundur. Çünki paratiroid vəzlərdə zədələnmə ehtimalı bu xəstələrdə yüksəkdir.